Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Yenidən mən Mürsalova Günlarə, FES Akademinin kurikulum müəllimi sizə inteqrasiya sualını izah etmək istəyirəm. Xatırladım ki, bu sual 18 iyun ingilis dili müəllimlərinin sertifikasiya imtahanında düşən suallardan biridir. Deməli, sual bu cürdür. İqlim dəyişikliyi mövzusunda şagird xarici ədəbiyyatı araşdırmalıdır və təqdimat hazırlamalıdır. İnteqrasiyanın növünü müəyyən edin. Əziz müəllimlər, təbii ki, söhbət ingilis dili dərsindən gedir, amma şagirdin araşdırdığı məsələ iqlim dəyişikliyi olacaqsa, mütləq burada coğrafiya fənninə biz inteqrasiya etmiş oluruq. Təqdimat hazırlayacaq, burada da informatika fənnindən istifadə edə bilərik. Fənlər arası inteqrasiya. Bəs nəyə görə fən daxili üfüqi inteqrasiyanı götürürük? İngilis dilində ümumiyyətlə dil müəllimləri, Azərbaycan dili, Rus dili, ingilis dili fərqi yoxdur. Bu müəllimlərdə məzmun xətləri demək olar ki, bir-birinə yaxındır. Dil, oxuyub anlama, yazı. Bax, buna diqqət edin. Şagird araşdırma aparırsa, bu oxu məzmun xəttindən istifadə etmiş olur. Üstəlik təqdimat da hazırlayacaqsa, orada mütləq yazı məzmun xəttindən də istifadə etmiş olur. Ona görə cavabımız fənlər arası və fən daxili üfüqi inteqrasiyadır. Belə əziz müəllimlər, sualları olduğu kimi görmək istəyirsinizsə, mütləq bizim kanala abunə olun. Suallar dəyişilmədən olduğu formatda belə deyim, sizlərə təqdim olunacaq. Sağ olun, görüşərik.